Aqil bəy, İran ABŞ-la görüşmələrinin nəticələrinə niyə inanmır? İran ilə ABŞ arasında İslamabadda keçirilən danışıqlardan sonra İran parlamentinin sədri Qalibaf proseslə bağlı maraqlı açıqlama verdi. Sosial media hesabında yazan Qalibaf bildirdi ki, əvvəlki iki müharibənin təcrübəsinə görə qarşı tərəfə etimadımız yoxdur. Səbəb kimi həm də Oman danışıqları davam edərkən Trumpın müharibəni başladaraq danışıqlara xəyanət etməsini göstərdi. Halbuki İran heyətinin təhdid şuurunda Omandan öncə olan bir xəyanət var ki, onu unutmasalar da dilə gətirmək istəmirlər. 92-ci ilin may ayında İran Azərbaycanla Ermənistan arasında vasitəçilik edəcəyini açıqlamış. O zaman Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədovu Tehrana dəvət etmişdilər. Məmmədov Tehrandaykən Şuşanın işğal xəbəri gəldi. Yəni dövlətin zirvəsinin başı İranda qatılırkən 1-ci Qarabağ savaşının ən həlledici hadisəsi gerçəkləşmiş, direncimiz qırılmışdı. Biz illərlə Şuşa xəyanətə qurban getdi dedikdə təkcə Mütəllibovu hakimiyyətə qaytarmaq istəyən Rusofillərdən bəhs etmirdik. Bu xəyanətdə müsəlman görünüb, ancaq özünü erməniyə bir köynək daha yaxın hiss edən Fars rejiminin də rolu vardı. Və bugün həmin İran görüşlər davam edərkən öz Şuşasını itirməkdən qorxur. Xəyanətə uğramaqdan çəkinir. Qalibafın açıqlamasından sezilən budur. Çünki bilirlər ki, başqasına yaşatdığını yaşamaq qədərin cilvəsində var.